Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə sizi salamlayırıq. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, Albalı uşaq bağçasının yaxınlığında yeni tikili 12 mərtəbəli binanın 10-cu mərtəbəsində qanuni 3 otaq 102 kvadrat ölçülü kubçalı yelçəkər bir mənzili sizlərə çəkib təqdim edirəm. Hal-hazırda mənzilimizin qonaq otağındayıq. Ərazinin ən yaxşı və ən keyfiyyətli binalarının birində yerləşir. 12 mərtəbəli, yeni tikili, qazlı və kubçalı binadır. Mənzil 10-cu mərtəbəsindədir. Binamızın 2 sürətli lifti, geniş həyəti var. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlığında məktəb, bağça və yaşayış obyektləri fəaliyyət göstərməkdədir. Təmiri gözəl, səliqəli, geniş bir mənzildir. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Baxın, bu şəkildə belə bir qonaq otağı var. Qazı, suyu, işığı, daimi istilik, fərdi olaraq kombi istilik sistemidir. Geniş dəhliz hissə mövcuddur. Burada mənzilin giriş hissəsi yerləşir. Baxın, giriş bu şəkildədir. Girişdə mənzilə daxil olduq. Sağ hissədə mənzilin qardırob hissəsi mövcuddur. Giriş domofon sistemi ilədir. İnternet rabitə qovşaqları qaydasındadır. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Lazım olan aksesuarlarla təmin olunub. Burada mənzilin birinci yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Geniş kvadrat ölçüyə malikdir. Baxın, tam yelçəkər bir mənzildir. Bütün otaqların girişi dəhliz koridor hissədəndir. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Çox gözəl, geniş bir mətbəxi var. Qonaq otağı ölçüsündədir demək olar ki, və mətbəxdən eyvana çıxış hissə mövcuddur. Baxın, belə bir gözəl mətbəx hissə var. Qurulmuş mətbəx mebelimiz də var. Üzəri tökmə mərmərdir. Burada isə mənzilin ikinci yataq otağı yerləşir. Çox geniş, işıqlı, auralı bir mənzildir. Alıb yaşamağa və kirayə vermək üçün ideal bir təklifdir. Mənzilimiz, qeyd edim yenidən, yerləşməyin Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, kənar dairə yola yaxın 77 nömrəli avtobusun son dayanacağına, Albalı uşaq bağçasının yaxınlığında, 211 nömrəli avtobus xəttinin yaxınlığında yeni tikili 12 mərtəbəli qazlı və kubçalı binanın 10-cu mərtəbəsində yerləşir. Qanuni 3 otaqdır. Mətbəx hissəsi, qonaq otağı, birinci yataq otağı, İkinci yataq otağı və sanitar qovşağından ibarətdir. Qazı, suyu, işığı daimidir. İstilik sistemi fərdi olaraq kombidir. İki tərəfə açılan eyvanı var. Yelçəkər bir mənzildir. Kubçalıdır. Birbaşa notarial qaydada alqı-satqı edib həmin gündə mənzili öz adınıza rəsmiləşdirə bilər və açarı təhvil ala bilərsiniz. Qiymət aşağıda əlavə məlumat bölməsində və rəylərdə qeyd olunacaq. Real alıcıya endirim olunacaqdır.